Mən Sehran İbrahimov 1965-ci ildə Zərdab rayonunun Bəyimli qəsəbəsində anadan olmuşam. Qəsəbə orta məktəbində təhsil aldım. 2 il Sovet ordusunda xidmət etdim. Hərbi xidmətdən qayıtdıqdan sonra savxozda çilingər işlədim. Daha sonra Texniki Peşə Məktəbində 5 ay təhsil alaraq sürücü kimi çalışmağa başladım. 92-ci ildə könüllü olaraq Qarabağa yollandım. Goranboy, Ağdam, Ağdərə, Tərtər rayonlarında torpaqlarımızın müdafiəsi uğrunda döyüşdüm. Döyüşlərin birində 60 nəfər döyüşçü yoldaşlarım ilə birlikdə düşmənin işğal etdiyi ərazidə qaldıq. 2 aylıq mübarizədən sonra və əzmkarlığımız sayəsində 19 nəfər ilə birlikdə ordumuzun nəzarətində olan əraziyə qayıda bildik. Bəyimliyə qayıtdım, fermada mexanik işləməyə başladım. 93-cü ilin dekabr ayında yenidən Qarabağa yollandım. Daxili qoşunların 25.032 saylı hərbi hissəsinin tərkibində Füzuli və Cəbrayıl rayonlarında düşmənə qarşı döyüşdüm. 94-cü ilin yanvar ayında Füzuli rayonunun bir neçə kəndinin, Horadiz qəsəbəsinin, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin düşməndən azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdim. 94-cü ilin fevral ayında Lələtəpə yüksəkliyi ətrafında gedən döyüş son döyüşüm oldu. Tərkibində olduğum kəşfiyyat taqımımız Lələtəpə yüksəkliyində mövqe tutmuş düşmən qüvvələrini zərərsizləşdirmək məqsədi ilə Mehdili kəndində yerləşən erməni postlarına sarsıdıcı zərbələr endirdi. Bunun nəticəsində düşmən xeyli canlı qüvvə itki verərək geri çəkildi. Bu döyüş tapşırığını yerinə yetirərkən yaralandım və vətən uğrunda şəhidlik zirvəsinə yüksəldim.